görüşməkdən çox şadıq. Yurdumuza yaz gəlir, elimizə bahar gəlir. Qoy bu baharın, qoy bu yazın ayağı xalqımız üçün, vətənimiz, dünyamız üçün şərli olsun. Bizim qədim tarixə malik olan elə bir mövzumuz ola bilməz ki, biz o bayramda böyük Üzeyir bəyi xatırlamayaq. Onun mədəniyyət tariximizin qızıl səhvələri hesab olunan olmasın bu olsun, Arşın Malalan operettalarının nağılları əsasında çəkilmiş Eynadlı filmlər
fikirlərə baxmayaq. Məhz bugün biz məktəbimizin 9-cu A və B sinifləri ilə belə qərara gəldik ki, Üzeyir Hacıbəyovun marşı mahnı operettasını səhnələşdirək. İndi onu sizə təqdim etmək istəyirik. Əziz müəllimlər, əziz valideynlər, gəlin birlikdə Arşın Malolov operettasını tamaşasına baxaq. Malın var, pulun var, amma olsaydı, gərək bir özgə şeyin də
sahib olsun. Mən bilirəm ağam nə istəyir. Hadi sən də bilirsən, de görüm, nə istəyirəm? Bilirəm sən nə istəyir. Bir bilirsən deyə nə dayanırsan? Sən istəyirsən? Oy, elə bir cadının dəliliyi var. De görüm nə istəyir? Arxalarda utanma yerli, bilirsən nə istəyirəm? Evlənmək istəyirəm, arvad almışsın, arvad. Boy xalasına qurban. Bunu beləcə bir kişi biz də başa düşür. Daha bu işin məsələ zövr var. Hə, bunu bil ki, arvad almaq istəyirəm. Belə çox yaxşı edirsən. Mən sənə deyirəm ki, gəl edirəm, doğum uşaq sahibi ol, ev işi sahibi ol. Amma sən qulaq asmırdın ki, asmırdın. Gördün mü nə gəldi mən deyənə? Hə, bəs nə sayğı, evlənmək asan iş deyil axı. Hala sana qurban, evlənmək su içmək kimi asandır. Ondan necə kimi var ki? Tabii ki, sənin işini cavanlar var. Allah'a şükür, həm pulun var, həm dövləti, sən bir cavansan. Laf baxşanın qızını istəsən, sənə verər. Mən nə bilim ki, hansı tacir, hansı bəyimiz yaxşıdır. Mən deyim, ged al. Başıma dindi bir bezelem, Kâzman'ın başıma dindi bir bezelem, Gelip senedi saçlarım berbere bir gele, Gelip senedi saçlarım berbere bir gele. Hala, dayan, dayan. Yox, bu sərf etməz. Gəlin, mən qızı özüm görüm. Bəs sən düşüb helala qızı necə görərsən? Qalq qızını sənə göstərərmi? Hə, elə mən də səhərdən də bunu deyəcəm da. Evlənmək istəyirəm, amma gördüyüm qızı yoxdur. Gəlin, mən qızı özüm görüm. Hoşuma gəldi aldım, hoşuma gəlmədi almadım. İnanıram, ağılsan. Bir məsləhət edəsəm, yaxşı inanıram. De qulaq. Bax Süleyman, mən belə fikir edirəm ki, bu dünyanın axırı belə gəlib, belə gedəcək. Dayan, bildim nə istəyirsən. Nə istəyirəm? Əlbət arvad almaq istəyirsən. Aha, nə bildin? Ağzı varsan kimi bildim, bunu bilməyə nə var? Yaxşı, bəs nə sayq edir ki, mən qızı görüm? Bundan asan nə var ki? Paltarını dəyiş, görməsini deyil. Qoltuğa da çiçmiş nə varsa vur. Əlində də bir aşıq ol aşılması. Hansı qızı bəyəndə bu lələşini göndər. Gedib eksiyəyim, məsələn. Necə fikirdir valla? Qazanalım, əlbəttə yaxşı fikirdir. İndi gördün ki, başlamayardır. Ağıllısan qardaş, ağıllı. Sən deyən kimi dedəcəm valla. Başqa cür əlazı yox. Öyle bu keleyi yeter baba tez koyene. Öyle bu keleyi yeter baba tez koyene. Bir sürmede böyle kere bir devele. Bir sürmede böyle kere bir devele. Amma da olmaz sen bir dersen. Görete karşı karşı
Ay qız, Selli, min kərə demişəm ki, mən yatanda gəlib belim bastı. İndi üstüm açıq qalıbdır, deyəsən belimə soyuq dəyir. Ay, bizə desəydin, biz öpərdik. Demədim, keçibdir. Yaxşı. Həkimin də yanına gedirəm, deyirəm, oram ağrıyır, buram. Gərək səhvliyi mən əl verim. Həkim deyir ki, gərək arvad olsun. Axı kimdir mənə halqıca, bulğuca arvad verəm. Həm də mən top tüfəklə toy eləmək istəmirəm axı. Onda mən şəhərə çıxıram. Sizsə evdən müğayət olun. Yaxşı, Sacan, narahat olma.
Deyəsən qızım əllərindən düşmüşəm. Bir sürü birdən çıxdı qabağıma. Görək necə şeydirlər. Hər nə deyən söz var. Askeri başımıza gələnlərə var. Sağ xanım. Batmış nə göyçə yollandı. Ay xanım, bu sınavın nə yaxşıdır? Nəyə lazım olan şeydir ki? Doğru deyirsən. Güzel kızdır ha. Sənə lazım olmaz, ancaq xeyliyə lazım olur. Hər nə könüstəyən söz var. Siz deyin ki, mutlusun kəsin verin. Belə tipin aşını biz həmişə 8-7-dən alırıq. Əgər belə verirsənsə, 10 aşını kəs. 12 qəpikdir, 2 şaxtdan hesab edər. Zərər yoxdur, sizə qurban olsun. 1, 2, çox gözəl qızdır. 4, 5, daxili gözəl olduğu kimi zahirdə gözəl olur. 7, 8, 9, elə qismətin deyəsən bu olacaq. 10, 11, 12... 10 aşı bəsdir. Elə burada 10 aşındır, tanrım. Sənin əlin bərəkəti mənə bəsdir. Nə bir əlin bərəkəti var? Heç, elə bildim, sənin əlin bərəkətlidir. Elə mən gəldim, bura Sultan mənim evdəydi. Özüdür. Bəs Sultan mənim qızı kimdir? Bax, bu özüdür. Evin zabit olsun, çox gözəl qızdır. Ay, geç öyle, gəl gedəyəm, yoxsa əmin qədər razılaşdılar. Yəni, gəl gedəyəm. Sağ sağlam, müdafiz. Sağ ol. Əskər, yan qismət. Elə sənin qismətin bu olacaqsın. Yaxşı əlbə fürsət düşür. Sultan bəy səni görməkdir, amma adı beş edirdir. Bilir ki, tacir adamsan, bizi istəsən verər. Asiyə demişdim, aşıq malsın silsəsi yaxşıydı. Amma Asiyə desən ki, gəl sən aşıq malsı yerə verək, özünü birə qatar ki, mən aşıq malsını tayıyam. Ancaq valla, atam mən aşıq malsı yerə versə, mən özüm razı olacaq. Bir şey gözündə görmüşəm, hər şeyinə bərədir. Bilirəm ki, kəsər deyil, çor deyil, həm də cavandır. Elə aşıq malsılıq da tacir kimi bir şeydir də, o da alışverişlə məşğuldur. Gör mən nələr fikirləşirəm. Bəlkə də onun arvad uşağı var. Ben doldum, seni gördüm ben doldum, her bir yerde ben doldum, seni gördüm ben doldum, nere ben doldum, nere ben doldum, nere ben doldum, sura girmem can sensiz, nere ben doldum, nere ben doldum, nere ben doldum bir ben, sura girmem can sensiz. Aksine kanım, desin aşığımı buradan unutmuşam. Olsa burada qalardı. Zərər yoxdur, evdə aşığım çox. Oğlanın adına Sultan bəy 12 nəfər qızı olsaydı. Niyə elə dedin ki? Bunu demək istəyirəm ki, birini tacirə, birini bəylə, birini xana, axırda da birini mənə verir. Onda nə olardı ki? Yox, verməz. O bir bəy adamı, mən aşığımdan satar. Bir də versə, qız özü gəlməz. Sən subaysan? Hə, subayam. Allahın adına bir parça çörəyim var, aç deyiləm. Bəs nə yaxşı bu vaxta qədər evlənməksən? Gördüklərim arasında bir xoşladığım qız oldu, onu da mənə verməzlər. Nə bilirsən verməklər? Sən əvvəlcə qızın özündən gör. Sonra belə danış. Hə, düz deyirsən. Bəs yaxşı, sən mənə gələrsən. Kim, mən? Hə, sən. Mən adamdan işte. Əgər mən sənə verirsə verər, verməz də mən özgəsinə yar olmaram. Düzdür. Üstə də getmərəm. Onu zorla apararlar. Özünü boğuram. Allah eləməsin, indi ki belə oldu, bir fikir edərəm. Sən get, bizi heç kim görməsin. Xudafiz. Xudafiz, amma onun bildiyi sözün sözdür.
Elə ham mən deyəni deyir. Bir haldaca bulduca arvad olaq verir. İş bir manatı ol. Üç kəlləmdən bir nəfər moldayla da əl olar. Axı, haradadır belə arvad? Ey arvad, gəlsə. Şalabaq, həmin qız burada qalır. Bu məqmələ apararsan, deyərsən ki, aşırmalçı göndərir. Desələr sən kimsən, denən ki, aşırmalçının xalasıyam. Başa düşdün? Başa düşdüm qalacaq, ben çəkirəm. Asalıp taktım seni, asalıp taktım seni, sen de bir sevdiğin yarmeni, günahdır gördüm, kapımdan dünyanı, günahdır gördüm, kapımdan dünyanı, gel gel mağara, gel, 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 gel mağara, gel, gel, sen sevdin ya sen sevdin, gözün görmez sözleri. Gözün görmez sözleri. Asalıp taktım seni, asalıp taktım seni, sen de bir sevdiğin yarmeni, günahdır gördüm, kapımdan dünyalı, günahdır gördüm, kapımdan dünyalı, gel gel mağaralara gel, gel gel mağaralara gel, gel, seni sevdim ya seni sevdim, gözüm görmez sözleri, seni sevdim ya seni sevdim, gözüm görmez sözleri. Olsun Süleyman, ben de bak şeytan, ödedik beni yola saldım, beni rast geldi yardan, ödedik beni yola saldım, beni rast geldi yardan, gel gel mağara, Bilmeden olsa, üç bana kuyum kendine selam, Deyəsən məni qara basır. Özü bir gözlü arvad. Deyəsən mənimki gəldi. Ay bası, bir bura gəl görüm. De görüm kimlərdənsən, kimin adamsan, özün də bizdən çıxdı. Danışım ağlamışdım, kızlara göstərərdim. De görüm çadıra görüm, hiç iş olmayasan mı? Yoy, ay qardaş, ona sözdür danışırsan. Yaxşı, onda özün bir ağız görüm, yəqini asıl olsun. Gördün ki, arvada? Gördüm, özü laf mən deyəndən. De görüm, kimlərdənsən, kimin adamsan? Mən Aşım Altının xalasıyam. Özüm də qızlara, arvadlara malını satıram. Bəs demədin axı, kimin adamsan? Bəy, yazılan kərdaları nəsirin küfətinə, bəlkə tanıyasan. Yox, mənim dəllal işim olmaz. Özün dedim ki, aşımdan satırsan, işin də dəllallıq edir. Bəli, kişi dəllallıq edərdi. Bəs indi nə iş görür? İndi Allah bilir ki, nə işlə məşğuldur. Rəhmətli onun ki, bir ki, ölüdür. Ölübdür, deməli sən dolsan. Bəli, Quran. İşin orası da var ki, mən də bular. Arvadım 5 ildir ki, ölübdür. Qərəz təqdiyi də mənə əl verir. Nə olar? Allahın əmridir. Tək sənin başına gəlməyib ki. Yanında ikimiz bir iş görür. Nə iş? O iş ki, nə sən dolu olacaqsan, nə də var. Nə sayılır? Başa düşmürsən, ha deyil bilməz. Yəni bu iş ki, manatlı, bir kəlləqə, bir nəfər mollayla işlamalıdır. Vəs falan işlamalıdır. Vallahi heç başa düşmürəm ki, nə deyirsən? Niyə başa düşmürsən, ha deyil bilməz. İndi mənə dürüst qulaq olsun. İlla kaldım, her zaman çaptım, cenabım, manabım. Ağır gelir seni çaldım, cenabım, manabım. Anlamanı, saçı kemanı, cenabım, manabım. Anlamanı, saçı kemanı, cenabım.
Xalamın da işi düzəldi. Abə, bir dənə görüm söz verirəm. Sən yəqin iş yaxşı deyil axı. Özgəsinin arvadına işləməm. Balam, sən kimsən? Sənə nə? Mən kiməm? Bu mənim xalamdır. Deməli, sən aşıq malcısan, o da sənin xalan. Mənəm. Balam, sənin insafın zadın yoxdur, bu arvadı 12 ildir olsa. Ne belə verir? Bir yaxşı adam tapmadım, abi. Yaxşı adam mən. Gəl məndən qohum ala. Zarafat edib, sən bəli yoxsa... Hayırsan ki, zarafat edib. Laf ürəkdən üstü. Yaxşı, fərz edək ki, mən xalamı verdim sənə. Sən mən əvəzində nə verəsən? Sənin muzun olar ki, mənim kim bəylə qohum olarsan. Xalanın muzu olar, can rahat olar. Mənim də muzum olar ki, sağ yası olar. Yox bəy, bu sayıq sərf etməz. Bəs nə sayırsan? İndi ki, məndən qohum olmasın, sən gəl ki, başlı qohum ol. Nə sayır ki, başlıdır? Bu sayıq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə. Nə yaba danışırsan, axmağın bir axmaq. İtil burada. Bunun danışdığına bax elə. Qudurqan gəlib qudurqan. Halasının əvəzində mənim qızımı istəyir. Qala gəl gedək. Aşırmalçı əskərə qız vermədi, tacir əskərə qız verər. İtil burada. Sən bu gədənin danışdığına bax elə. Halasının əvəzində qızımı istəyir. Gül kimi halasını alırdı. Harcaya hayatdan çıxdı, bütün işlər bir olsun. Yenə belimin ağzı. Kişi qayzətdən köküb dedim. İndi yenə çağıracaqdır ki, ay qız, teyli, gəl üstümü bastır. Ay qız, teyli, gəl üstümü bastır. Soğuk gəldim ha. Gələm ha, gəlirəm. Yok kızlardır, görürəm ki bir adama bənzəmişsən. Ancaq o kimdir, bizi aşıq masasından başqa heç kəs gəlməmişdir. Yəqin gedərsən də olsan, hə? Gedərik yoxsa ikilər? Aha, bildir. Aşıq masasına gözüm düşür. Artıq siz bu sənə yaraşan iş bilmir. Sən bəy qızı bəy balasın, bazarın bir gedəsinə bənzəmişsən. Nədir, bir gedər siz çıxarsan. Vallahi sizə bir də çırak kimi yapsın, mən hər bir görməm. O haram mənsə. Vallahi hiç özüm də bilmirəm bu nə işdir. Sən yiyəcəksən. Böyle şeyler baştan çıkar. İkinci kalan değil de ben olmak için çok şeydir. Bak neden atlanmışsın sen oluyor. Bu efendisi bir defeli benim canım kurtarsın. Aklım ağlama. Gel gidiyoruz bakalım. Bir sene neler söyleyeyim. Öğüt verirəm, nəsəh edirəm olur. Görürəm, gedəyə yaman olurdur. Ancaq aşaması bilmirəm hardan gəlib çıxdı. Yenə bəy olur, tacir olur olsa gelir. Halbuki bazarın kəsəsi. Duy, o kimdir bizə gəlir? Nə göycək olandı? Laf bəy balasına oxşayır. Adam bənd olanda bax beləsinə bənd olar. Sultan Bey evdədir mi? Bəy evdədir, bir qədər burada eləsin, gedin çağırın. Süleyman, sən ara, bura. Nəzər, bizə gəl. Salam Sultan Bey. Buyur, kes otur. Bir görüm nə var, nə yox. Nə olmamış, hər şey öz qaydasında. Başqa nə var? Bəy, bilirsən, bu dünyanın işə elə gətiribdir ki, adam adama lazım olur, insan insana gərək olur. Əvvəlcə heç bir adamı tanımışsan, sonra tanımışsan. Laf daha sonra qohum olmasan. Amma qohum olanda evi qohmalasan ki, qohum səni yarışamaz. Adlı sanlı olur, varlı olur. Məsələn, götürün, bizim varlı tacimiz əskəlir. O kimdir? Bəy, sən onun özünü tanımasan da atasını yaxşı tanıyırsan. Mərhum da əsas müstəlik edirəm ki, bir gözəl kişilərsin. Həqiqət kişi yaxşı adam. Bəli, bu əsgər dediyim oğlanda onun olduğudur ki, hər bir barədə atasını gözəl və yaxşı olur. Həmin qızın hayırlı uşağı.
İncinar, doktor, bu sevimli işim olmaz. Benimki də tacir. Bəli. İndi əsgərdən çox yaxşı, yaraşıqlı, həm də dərrakəli olmalı. Öyleyse Allah xeyir versin. Allah xeyir versin, oğullu şahlı olsun. Dayan, hara qalmışsan, elin adəti var. Al bu qəndi, ağzını şirin elə. Yaxşı, gəl belə o bir otaqda söhbətimiz almayacaq, həm də sərə izləyək. Valla heç belə oğlan olmaz. Ömrümdə də görməmişəm. Mən də bu oğlana bənd olacağım. Güzelim ya güzelim, bir sözüm var güzelim, bu yazık yarına herden bir neşe kal güzelim, bu yazık yarına herden bir neşe kal güzelim. Aşık oldum sevene, ekledim düşerek, bu yazık yarına herden bir neşe kal güzelim, bu yazık yarına herden bir neşe kal güzelim. Yanıran eşkıdıma, yetmedin sen yanıma, bu yazık yarına herden bir neşe kal güzelim, bu yazık yarına herden bir neşe kal güzelim. Yanıran eşkıdıma, yetmedin sen yanıma, bu yazık yarına herden bir neşe kal güzelim, bu yazık yarına herden bir neşe kal güzelim. Güzelim ya güzelim, bir sözüm var güzelim, bu yazık yarına herden bir nefes al güzelim, bu yazık yarına herden bir nefes al güzelim. Yaxşı ki, qonaq gəldi. Məni ağamın əlindən tutardı. Yoxsa oram bastır, buram bastır. Oram buram daha həlak elədi məni. Vallahi bir Allah bəndəsi olardı, məni calardı. Canım qurtulardı. Amma haradadır o Allah bəndəsi? Bu kimdir? Yoxsa Allah bəndəsini getirdi? Hasan müəllim buradır. Bəli, buradır, nə olur? Sizdə bir nəfər qonaq var. Hara var necə? Daha nə üçün adınız? Acıqlı yoxsun, sən kimsən? Mən kimimsin? Kilimci nədir? Kimimsə görüm sən kimsin? Mən bu evin qulluqçusuyam. Mən də o evdə yaşayayım. Hansı evin? Belə o ev, o. Bu gedirlə bir dənə olur. Ben niye olurum maral? Mən maral deyiləm. Belə məndən ötürü maralsın. Uzanım sənə teşekkür. Soykanımız de yapan, sevgine söyledim. Soykanımız de yapan, sevgine söyledim. Elbeten
Süleyman bəy. Oldu Sultan bəy, daha bizim. Sözlü sözdür ağa. Ay qız, Telli, Gülçöhrə ilə Asiyanı bura sağız görür. Oxunun görür müsün? Ay Gülçöhrə, niyə belə fikir görürsən? Yox, atacan, yaxşıyam. Onda bil ki, sənə ərə verir. Neyse, ərə verirsən? Bəli, ərə verir. Ata, mən elə getmək istəmirəm. Niyə? Axı mən elə uşağam. Ay qızım, sən ki böyümüsən, hər şey bilirsən, anlayırsan. Yox, atacan, mən elə getmək istəmirəm. Ay qızım, niyə axmaq danışırsan? Mən sənə ərə verirəm. Bayaq elçi də gəldi, artıq ondan danışdı. Allah sənə şükür, gələn Allah elçidir. Ata, elə bir şey, bir adam ərə vermək istəyirsən, gəl Asiyanı ərə ver, mən ərə verməm. Ay qızım, nə axmaq danışırsan? Asiyanı istəyən olsa Asiyanı verərdi. İndi də səni istəyir. Ata, adını tutmasın, ancaq mən elə getməyəcəyəm. Ay qızım, niyə belə danışırsan? Bax, mən səni pis adama ərə vermərəm. Həm də o oğlan pullu, dövlətlidir. Əgər belə dersən, mən ərə vermək istəyirsənsə, öz istədiyimə ver. Görüm kimdə öyle öz istədiyi? Öldürərəm səni özümü də. Bu papaq mənə haram olsun ki, səni də özümü də öldürərəm. Sən bu qızın danışdığına bax elə. Bir bazarın cadaqsı mənim qızıma aşıq olur. Gərək mən neysə bir iş görüm, yoxsa bu işdən bir xata çıxar. De görüm axşam o oğlan bura nə vaxt gəlmişdir? Vallahi xəbərim yoxdur. Necə yəni xəbərim yoxdur? Siz evdə deyilsiniz. Rədd ol buradan, itirin. Ay qız, Asya. Bura gəlin görün, Kelly. O qızın başına ağıl qoyun. Mən də gedirəm şəhərə. Biraz bazara çıxın. Yaxşı. İçarı Cövrənin başına nicələr açdım. İndi qız elə bilir ki, onu özgəsinə verəcəklər. Allah rəhmət eləsin Süleymanın atasına. Yaxşı oldu bu fikir mənə ağlıma qoydu. İndi gedim Gülçöhrəni gətirim. Ay Süleyman, xəbəriniz var ki, nə üstünsünüz? Nə olur? Gülçöhrənin yerinə Asya qaçsınız. Asya mı? İndi bir dəqiqə gözləyin, həll edib gəlir. Tamam. Vahidin bir səhvi olur. İndi sizə aparıram evinizə. Yox, mən gedə bilmərəm. Necə gedir? Axı bir yaxşılıqdan sonra necə və qayıdır? Onda gözləyin, şəhər edib gəlir. Ah, buyur nə işdir? Mən öz sevgilimdən ayrılıram. Hanı mənim sevgilim? Belə geçsə mən özümü öldürəcəm. Qoy özümü öldürüm, bir dəfəlik canım qurtarsın. Sən söz gəlir. Mənəm, narahat olma, Gülçöhrə. Sən nə belə gəlirsən? Bizi öldürərlər, gəl qaçaq. Dayan, öz evinizdən. Necə öz evinizdən? Mən heç də başa düşmədim. Bura mənim evimdir, sonra da olsa sənin evin. Sənin evin? Vallahi bu işdən heç başa düşmədim. Bəs mənim atamın yanına gələn elçilər, məni qaçırdanlar ki, onlar kimlər idi? Var mən göndərdiyim adamlar. Sən göndərdiyin adamlar? Vallahi mən yenə heç də bu işdən başa düşmədim. İndi mənə bax, sənə aşıq olan aşırmalısa mənə verdikləri tacir oğlandırlar. Mən özüm aşırmalı satan olub, özümə qız axtarırdım, səni tapdım. Atamı istədim, atına da verdim. Amma atam bilmir ki, mən həmin aşırmalı satan oğlanım.
Gəl gidelim o bir otaqlara gəzək. Salamı da sənə görsədim. Gedək. Ay qız, ne şahlayırsan? Ağam, itləri bağlayıblar, qapıları da açıblar. Geçənlər də qaçırdıblar, Asiya da qaçırdıblar, biz də mən qalmışdım. Çıksın, bir çabuk ol beni. Çık buradan. Ata ürəyidir, üzmədi. İndi mən haramın başını daşıma salam, bu qızları da qaçır. Başını. Yaxşı. Dedim görüm, haramın başını daşıma salıram. Əsgər, balam sən o gələ deyilsən, ha? Heç bir gələ var. Bildin sanırsın, kimi deyirsən, aşağı masatan deyirsən, sən o kalasını istədin, o da səndə əvəzinə qızın istədin, ha? Adam mı? O həmin oğlan mənəm də. Sən akşam alçısan. Mən özüm aşık masatan olub, özümə qız axtardım, sənin qızını tapdım. Yapırsan ki, öyrədən sonra. Bəyən xəfə nədir? İndi həm sən deyən olur, həm mən deyən olur. Xeyr qızım, hələ sən deyən olur, mən deyən olur. Ne görüm ben sənin o falan var. O doğrudan tutsun, yoksa yalan. Aman kalan, bizdə duruldu. Onda çağır gəlsin də. Güzel öpü, tamam çağır. Sultan bəy, sən bizə xoş gəlmişsən. Gəl də, gəl. Yaxşı, Əsgər bəy. İndi sən bu xalanı mənə verirsən. Verdim, verdim. İndi bildi ki, başlamam nə deməkdir. Bildim, ay kələk var. Sələşki o mən deyiləm, Süleymanın özüdür. Sultan bəy, xoş gəlmisən. Hoş gördük Süleyman. Sən nə kərək qaz adamıymışsan? Nələrdir? Sorumdur. Bəs mən qapıda gördüyüm qız kimdir? Sən yəqin Asiyanı görürsən. Asya kimdir? Budur, mənim qardaşımdır. Bəli, necə bilsən, mən bir bəyə oxşayıram. Edə oxşuyursan. Elə mən deyim spaylanım. Asyanı ver, mən də koyayım. Buyur, verdim. Allah verir. Gülsünlərini qaçırdılar, Asiyanı da qaçırdılar. Bircə mən qalmışım. Oy, ikisini qoxarma. Hadi, sən burada nə işin var? Səni qaçırmaya gəlmişəm. Qasıda bilirsən. Asiya oyuncusun, Asiya. Doğru qasıda, nə var? Gəl yıxırsan, doğru.
Azərbaycan dili və ədəbiyyat müəllimi olan Aynur müəllim. Əziz müəllimlər, hörmətli qonaqlar, bugünkü məktəbimiz üçün əlamətdar olan bir gündə sizi salamlamaqdan çox məmnunam. Bu əziz xalqımız üçün çox əziz olan, bizim xalqımızın qədimliyini, böyük, zəngin mədəniyyətə malik olduğunu sübut edən, bizim hamımızın sevimli və bütün il ərzində gözlədiyimiz Novruz bayramı ərəfəsində, bu Novruz günlərində vaxt tapıb tədbirimizə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Həm öz adından, həm də şagirdlərimiz adından. Elə bir bayaq da uşaqlar qeyd etdi, elə bir Novruz bayramı ola bilməz ki, biz həmin bayramda böyük Üzeyir bəy, musiqimizin atası, Azərbaycan musiqisini dünya musiqi səviyyəsində, arenasına qaldıran böyük Üzeyir bəyi xatırlamayaq və onun hamımız üçün əziz olan, bizə doğma olan, olmasın, bu olsun, aşırmalanan operettaların motivləri əsasında çəkilmiş bədii filmlərə baxdıq. Və ona görə də biz belə qərara gəldik ki, bugün məktəbimizin 9-cu sinifləri, 9A və B siniflərlə birlikdə bu tamaşanı yenidən səhnələşdirək, bacardığımız kimi səhnələşdirdik. Bilmirəm, nə dərəcədə xoşunuza gəldi, nə dərəcədə uğurlu alındı. Çox sağ olun ki, gəlmişsiniz, çox sağ olun ki, bizimləsiniz. Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi çox zəngindir, çox qədimdir və nə qədər belə istedadlı gənclərimiz var, bizim bütün ənənələrimiz, mədəniyyətimiz, ədəbiyyatımız yaşayacaq. Bizdən böyüklər onu bizdən ötürürlər və bizim də borcumuz bu zəngin tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı gələcək nəsillərə ötürməkdir. Nə qədər öhdəsindən gəlir bilirəm, amma buna çox çalışır və çalışacaq. İstəyərdim ki, bugün bu tamaşamızda əziyyət çəkən şagirdlər sizə bir təqdim edim. Demək, Əskər bəy rolunun ifaçısı, 9A sinif şagird Aziz. Şölə rolunun ifaçısı, yenidən 9A sinif Ayşə. Süleyman bəyin rolunun ifaçısı, Asiyanın rolunun ifaçısı, 9B sinif Sultan bəy Ayxan, 9A Şahsənəm, və çox koloritli personajları rollarını canlandıran Vəli rolunu.